İlk baxışdan şahmat xatırladır, amma əslində Ağstafa sakinin yaratdığı yeni intellektual oyundur. O, Şahanə adlandırdığı bu kəşfini 2 il öncə Azərbaycan Müəllif Hüquqları Agentliyində təsdiqlədərək şəhadətnamədə alıb. 61 yaşlı ehtiyatlı olan zabit Nizami Əfəndiyevin bu yeniliyi Ağstafalı ziyalılar arasında da böyük maraqla qarşılanıb. 2 helikopter, 2 döyüş maşını, 2 qırıcı təyyarə, eyni sayda havadan mühafizə qurğusu, uzaq vuran qanadlı raket və onların qarşısında əskərlər, sadalananlar hamısı Şahanə oyunun fiqurlarıdır. Bunları da ixtiraçı məhz öz əlləri ilə düzəldib. Böyük səbirlə taxtadan yonub hazırladıqları fiqurların sayı 48-dir. Şahanə üfüqi və şaqili olmaqla taxta üzərində ağ və qara fiqurlarla oynanılır. Mərkəzdə Ali Baş Komandan dayadır. Yaxınlığında isə hərbi komandan qərarlaşır. Artıq bölgədə Şahanə çempionları olmaq istəyənlər də var. Region əhalisi yeni oyunu öyrənməyə çalışır. Artıq bu oyun Ağstafalı ziyalılar tərəfindən böyük maraqla qarşılanmaqdadır. Ağstafalı ziyalılar bu oyunun ağır olduğunu bildirsələr də, lakin çox maraqlı olduğunu da deyirlər. Hal-hazırda bu oyunun öyrənənlər də var. Rayon ziyalıları arasında buna maraq çoxdur, şahmat qədər. Və yəqin ki, bu yaxınlarda da rayonumuzda, ölkəmizdən xaricdə bu oyunlar tətbiq olunacaq. Allahın köməyi ilə gözəl oyundur. Yəni şahmatdan fərqlənir. Şahmatda olan top, vəzir, ağır fiqurları, əvəz edən fiqurlar çoxdur burada. Raketa var, tank var, radar var. Deməli, oynanmağı asandır, qavramağı asandır. Şahmatdan çox çətindir bu. Oyun üçündə gərək planlar hazırlayasan. Eyni müharibə bölgəsidir, döyüş zonasıdır. Bunu şahmatla fərqi düzdür var, amma şahmatçılar bunu daha yaxşı mükəmməl öyrənə bilərlər. Demək, gedişlər tamam başqadır. Bəli, bu müasir zamanımız elə bir zamana gəlib çıxmışıq ki, artıq bütün bu dövrün tələbatından irəli çıxır ki, daha şah yoxdur, vəzir yoxdur, amma bugün hərbi rəhbərlər var, müharibə gedir hər yerdə. Bu Nizami müəllim də fikirləşib, bu strateji belə deyək də, əhəmiyyəti olan silahlardan istifadə edib, şahmatda əqlin, zəkanın elə bir müharibəsidir. Ağstafa sakini Nizami Əfəndiyev bu oyunu həm ölkəmizdə, həm də başqa dövlətlərdə böyük maraqla qarşılanacağına ümid bəsləyir. O artıq kəşf etdi. Hər oyunun dərsliyini də hazırlandığını bildirib. Bütün hallarda insanın suya ehtiyacı olan kimi fikrə də ehtiyacı var. O fikri söylədikdə insan rahatlaşır. Mənim bunu demək bir ehtiyacım var idi. Və mən hədsiz şahmatı sevən bir adamam. Və hədsiz də oynayıram. Bu oyunun ondan bir qədər fərqli olması həyatda öz sözümü deməkdən gəlir. Ki, mən insanam, insan kimi düşündüyümü, daşındığımı fiqurlara tətbiq edim və onu insanlara çatdırım. Nizami Əfəndiyevin ən böyük arzusu bu oyunun geniş yayılması üçün digər bölgələrdə kursların təşkil edilməsidir. Şahmatın özü də döyüş arsenalını təmsil edən bir oyundur. Mən Şahanəyə oyun demək fikrim yoxdur. Şahanə bir döyüş taktikasını deyim, bir ağlın idmanımı deyim, belə bir şeydir. Bu oyunda insan daha çox yaddaşı itilənir, daha çox proqram, plan tutmaq qabiliyyəti artır. Yəni insanların buna hesab edirəm ki, ehtiyacı var. Ağstafada demək olar əksəriyyət marağı var, yəni bilirlər bu oyunu. Təbii yarış keçirmək üçün vəsait lazımdır. Mən bunun yolunu belə görürəm. Azından bir neçə rayonda bu kurslar açılmalıdır. Laf heç olmazsa bir 10 nəfərdən ibarət. Kurslar təşkil olunmalı və bu 3-5 rayonlar arasında yarışlar keçirilməlidir. 144 xanadan ibarətdir və 48 fiqurdur ümumilikdə. Bunların 24'ü əskərdir, 24'ü fiqurlardır. Zirehli texnikalardır və eləcə də komandanlıq və s.
Ağstafa sakini şahanə oyununun müəllif hüquqları agentliyində qeydiyyatdan keçirərək patent hüququ da alıb. Yaxın zamanlarda isə fiqurların kompüter variantı da hazırlanacaq və Beynəlxalq Şahmat Federasiyasına göndəriləcək. Cabir Məmmədov, Kamran Əskiparalı, Rüfət Dağıyev, Səs TV, Ağstafa.